Allahın bizim bəxş etdiyi ruzilərə qane olmaq, razılıq bildirmək, heç bir etiraz etməmək. Allah Qur'an-ı Kərimdə buyurur, onlar sənin Rəbbinin rəhmətini bölüşdürürlər. Biz dünya həyatında insanların dolanışıqlarını biz bölüşdürmüşük, qismətlərini ayırmışıq, təyin etmişik. İnsanların bəzilərini digərlərindən maddi baxımdan üstün tutmuşuq. Niyə eləmişik bunu? Bir hissəsini işçi kimi götürsün. Həyatın nizamının davam etməsi üçün bu lazımdır. Yəni, hamı ağa olsa kim iş görəcək? Heç kim iş görməyəcək. İnsanlar maddi durumlarına görə, ictimai səviyyələrinə görə, durumlarına görə bir-birindən fərqlənir və bu fərqlilik nizamın davam etməsi üçün gərəkir, lazımdır. Bunu etdik, amma bunu bilin ki, Rəbbinin rəhməti insanların topladıqları var-dövlətdən daha xeyirlidir. Yəni, məqsəd çox var-dövlət toplamaq deyil bu dünyada. Əgər Allah sənə var-dövlət bəxş edibsə, kimlərəsə sənin vasitənlə çörək çatdırmaq istəyir, ruzi çatdırmaq istəyir. Sən bu vəzifə indi icra eləməlisin, sənin misiyan budur. Sən bunlara sahib deyilsən. Qarun kimi olmayasan ki, insanlar Qarunun var dövlətini gördülər, dedilər ki, ey kaş Qaruna veriləndən bizə də veriliydi. Allah bir anın içində Qarunu, bütün var dövlətini məhv etdi. Deyir, eyvahlar olsun, sanki Allah istədiyinə bir anda mülkü verir və bir anda insandan mülkü alar. Mülk Allahındır. İmam Səccad əleyhissalamın dualarında var, deyir ki, وَرَدِّنِي مِنَ الْعَيْشِ بِمَا قَسَمْتَ لِي İlahim, mənim qismətimə təyin etdi, mənim üçün bölüşdürdüyün o dolanışığımı məni razı sal, məni elə et ki, mən razı olum. Başqalarının malında, mülkündə gözüm olmasın. Həzrəti Musa əleyhissalamı Allah Teala vəhy etdi, hədisi qüdsüdədir bu. Dedi, ey İmranın oğlu, insanlara verdiyimə görə heç vaxt insanlara həsəd aparma. Bir insana ki, öz lütfümdən nəsə vermişəm, onlara həsəd aparma. Gözün ucuyla belədir o tərəfə baxma. Heç bu barədə düşünmə. Çünki həsəd aparan mənim nemətimə qarşı narazıçılıq edəndir. Mənim bölgümün qarşısını almaq istəyəndir. Kim deyir belə olarsa, nə mən ondanım, nə o məndəndir. Nə mən ondanım, nə o məndəndir, biz nə deməkdir? Quran-ı Kərimdə bir ay var, Nəsullaha fənsəhum ənfusəhum. Və yaxud da onlar Allahı unutdular, bugün də sən unudulacaqsan. Allah unutması haşa yaddan çıxartmaq anlamında deyil. Yəni, lütfünü, mərhəmətini ondan kəsməsidir. Bir bəndəni ki, Allah da bıraxdı başlı başına, ən böyük bədbəxtlik ondadır. Artıq o qəlbi möhürlənmiş insanlardan olacaqdır.